dərsdə qarışıq ədədlərin toplanması və çıxılmasını öyrənəcəyik. Bundan əvvəlki videomuzda isə adi kəsrlərin toplanmasını və çıxılmasını öyrənmişdik. Gəlin indi isə qarışıq ədədlərin toplanması və çıxılmasını başlayaq. İndi isə məxrəcləri müxtəlif olan qarışıq ədədlərin toplanmasını öyrənək. Burada hazır bir misalımız var, yazmışam. Gəlin onu bir yerdə həll edək. İlk növbədə nə edirik? İlk növbədə kəsirləri cəmləyək. Kəsirləri, kəsir hissələri bir-birini cəmləyirik. Kəsir hissələr burada 5-də 2 və 4-də 2-dir. Gəlin burada hesablayaq. 5-də 2 biliyoruz, 4-də 2. Deməli, məxrəclər müxtəlif olan adi kəsirlərin toplanmasını biz öyrənmişik. Nə edirik? Onların vurğunu, tamamlayıcı vurğunu tapırdıq. Tamamlayıcı vurğu nədir? Məxrəcləri eyniləşdirən, yəni əçobunu da tapırlar, eyniləşdirən ədəd. Yəni 5 ilə 4-ün əçobu və yaxud da eyni olanı, yəni 5-i nəyə vursam 4-ü də başqa bir ədədə vurmalıyam ki, eyni kəsir alım. Məsəl üçün, ortaq 20 götürsəm, 4-ü 5-i 4-ə vurmalıyam, 4-ü də 5-ə vurmalıyam ki, ortaq məxrəc 20 olsun. Ortaq məxrəc yazım, 20 olsun. Və əgər mən məxrəci nəyə vururamsa, sürətdə ona vurmalıyam. Yəni, sürət də 4-ə vurmalıyam ki, cavab dəyişməsin. O bir sürətdə 5-ə vurmalıyam ki, cavab dəyişməsin. Bu əvvəlki videomuzda var. Bu da onun cavabı eləyir. Gəlin, yazaq. Onda da cavab almış oluruq 20-də. Çünki 4-ü 5-ə vuranda, 5-də 4-ə vuranda 20 almış olduq. 20-də burada da olduğu kimi yazdım. 2-ni 4-ə vuranda 8. 2-ni 5-ə vuranda 10. Burada silək. Nə elədi? 20-də 8, 20-də 10. Məxrəcləri eyni olan kəsirlərdə nə edirdik? Düzgün kəsirlərdə. Məxrəc olduğu kimi yazırdıq. Adi kəsirlərdən. Sonra sürətləri toplayırdıq. Sürətlə toplayanda nə eləyirdi? 10 plus 8, 18. 20-də 18 almış olduq. İstəsək bunu ixtisar edə bilərik. Yəni, hər tərəfi eyni ədədə bölərək ixtisar da öyrənmişik. Necə ki, hər tərəfi eyni ədədə vuranda kəsir dəyişmir, hər tərəfi eyni ədədə böləndə də kəsir dəyişmir. Yəni, burada biz 20-ni də 2-yə bölsək, 18-i də 2-yə bölsək, cavabda 10-da 9 almış oluruq. Bu bizim kəsir hissəmiz. Kəsir hissəmiz hazır. İndi isə bizə tam hissələrin cəmi lazımdır. Tam hissələrdə ayrı-ayrılıqla cəmləyirdik. Necə yəni? Kəsir hissəni topladıq. Tam hissələrdə bir yerdə toplayıb, tam hissəni yerinə yazırdıq, boşluğa. Necə ki, məxrəcləri eyni olanda elədiyimiz kimi. Sadəcə bir fərqi var. Tamlarda tamları toplayırdıq, kəsirləri toplayırıq. Sadəcə məxrəci fərqli olanda, məxrəci fərqli olan adi kəsirlərin toplanması kimi hesablayırıq. Məxrəcləri eyni olanda, məxrəcləri eyni olan kəsirlərin toplanması kimi toplanır. Sadəcə onu bilsəz daha yaxşı olar. İndi nə edirik? Tam hissələri cəmləyəndə cavabımız 6 plus 2, 8. Kəsir hissəmiz nə idi? 10-da 9. Kəsirləri topladıq, aldıq 10-da 9. Tam hissələri topladıq, aldıq 8. Eləyir 8 tam 10-da 9. Cavabımız da bu. Bu müxtəlif məxrəci olan qarışıq ədədlərin toplanması idi. İndi isə çıxılmasına baxaq. Eyni ədədin çıxmasını edin. Deməli, indi isə bu kəsirlərin çıxılmasına baxaq. Deməli, çıxılsın deyə yerlərini dəyişdirdim. Çünki böyükdən kiçik çıxmaq daha düzgün olar. Deməli, heç nə edirik? Kəsir hissələrdən kəsir hissəni çıxırdıq. Tam hissədən isə tam hissəni çıxırdıq. Bu şəkildə. Bir dəqiqə. Deməli, kəsir hissələrdən qruplaşdırıb kəsir hissəni çıxırdıq. Tam hissələrdən isə tam hissələri çıxıb, olduğu kimi tamın yerinə yazırdıq. Kəsiri də kəsirin xəttinin üstünə, kəsirin yerinə yazırdıq. Deməli, tamları çıxanda nə edirdik? Biz bilirik ki, ortaq məxrəcə gətiririk ilk növbədə 4 ilə 5-i. Bayaq tapmışdıq, ortaq məxrəci 20 götürmüşdük. Çünki əçobu 20-dir. 20 götürmüşüksə, deməli, 4-ü neçəyə vuranda 20 alar. 5-ə vurduq. Deməli, 4-ün məxrəcini 5-ə vurmuşamsə, sürətini də 5-ə vurmalıyam ki, nəticə dəyişməsin. Onda mən sürətə nə yazıram? 2 vurulsun 5, 10. Bəs 20 almaqdan ötürü 5-i mən nəyə vurmuşam? 20 almaqdan ötürü 5-i mən 4-ə vurmuşam. Onda nə etməliyəm? Sürətini də 4-ə vurmalıyam. Onda mən sürətə nə yazıram? Sürət 2 vurulsun 4, aşağıya 5 vurulsun 4, 20, yuxarıya 2 vurulsun 4, 8 yazdım. İndi məxrəcləri eyni olan kəsirlərin çıxılmasında nə edirik? Məxrəc olduğu kimi qalırdı. Sürətləri bir-birindən çıxıb yazırdıq. 10 çıxılsın 8 eləyir 2. 10 çıxılsın 8, 2. İstəsəz bunu 20-də 2 kimi də saxlaya bilərsiniz. Və yaxud da hər bir tərəfi 2-yə bölə bilərik. Çünki hər bir tərəfi 2-yə vura biliriksə, hər bir tərəfi 2-yə bölə bilərik. Onda 10-da 1 almış. Amma istəsəz gəlin indi bölməyin olduğu kimi saxlayaq. Deməli, tam hissələri bir-birindən çıxanda 4 alırdıq. 6 çıxılsın 2, 4. Kəsir hissələrin də çıxılması 20-də 2 almışdıq. Yazaq. 20-də 2. Bu qədər. Bu, məxrəci müxtəlif olan qarışıq ədədlərin çıxılması idi. İndi isə eyni zamanda bunların tam əmələ gətirən, tam əmələ gətirməyən də var, alınanı. Yəni, məxrəci müxtəlif olan qarışıq ədədlərin indi tam yaradan, tam ayıran. Deməli, tam yaradanda, fikir versəniz, burada qarışıq ədədlər ilk növbədə nə edirdik? Kəsirləri toplayırdıq.
topluyordu. Daha sonra isə kəsrlər topluyub kəsr hissədə qeyd edirdik. Tam hissələri topluyub tam hissədə qeyd edirdik. İndi heç növbədə nə edirik? Kəsirləri toplayırıq həmişəki kimi. İlk kəsirləri topladıqda deməli 4 ilə 5-in ortağını biz əvvəlki misalda da 20 tapmışdıq. Yəni 20 biz ortaq məxrəc 20 tapasıyıq. İndi ortaq məxrəci vuruğu nə idi? 20-yə getmək üçün bu kəsirin vuruğu 5-i 4-ə vurmalıyıq ki 20 olsun məxrəc. Onda 4-ü də 5-ə vurmalıyıq ki 20 olsun. Biz də dedik ki nə? Sürəti nəyə vururuqsa, məxrəci nəyə vurursa sürətlə ona vurmaq lazımdır. Yəni 4-ü də 4-ə vurmalıyıq. Onda 4-ü 5-ə vurmuşuqsa, 3-ü də 5-ə vurmalıyıq. Və nə yazdıq? Deməli 4-ü 5-i 4-ə vurduq 20 aldıq. 4-ü 4-ə vuranda isə 16. 4-ü 5-ə vurduq 20 aldıq. 3-ü 5-ə vuranda 15. İndi nədir? Toplayırıq. 20 məxrəci 20 yazırıq. Olduğu kimi köçür çünki məxrəclərə bərabər olan kəsirlərə çevirdik. Məxrəci müxtəlif olanı bərabər olanına çevirdik. Məxrəcləri toplayıb, üstləri ortaqları da 1 toplayırıq. Bu da edir 31. 31, 20-də 31. Deməli, kəsir isə 20-də 31 aldıq. Mən nə demişdim? Bu qarışıq onda düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirdə isə biz düzgün kəsirə çevirməliyik. Çünki qarışıq ədədlər tam hissə və düzgün kəsirdən ibarətdir. Ona görə də ilk növbədə nə edirik? Düzgün kəsirə çevirəndə nə edirik? 31-i bölürdük 20-yə. Cavab eləyirdi 1 tam. Qalıqda neçə? Qalıqda 11. Çevirəndə nə edirdik? Çevirəndə isə böldüyümüz 20-ni məxrəcə yazırdıq. Qisməti, yəni tam qarşıya, qalığı isə sürətə yazırdıq. 11 tam 20-də 1 tam 20-də 11. 1 tam 20-də 11 aldıq. Amma bu bizim aldığımız kəsir hissənin. Bir də tam var idi ki, toplamışdıq. 2 plus 1 eləyir 3. Burasına. Aha. Nə aldıq? 2 plus 1 3 eləyir. 3 plus 1 tam 20-də 11. İndi bir şey var. Tam hissələrlə toplanır. Kəsir hissədə olduğu kimi yazılır. Yəni üstünə gəlir 4 tam 20-də 11. Eyni şəkildə buradakı tamın ayrılmasına baxaq. Tamın ayrılmasında da nə edirik? Tam hissələrdən çıxılırdı. Amma ilk növbədə kəsir hissələrə baxırdıq. Kəsir hissələrdən kəsir hissəni çıxırdı. Daha sonra kəsir hissəyə qeyd edirdik. Kəsirin olduğu yerə qeyd edirdik. Çıxır. Sonra isə tam hissədən tam hissəni çıxırdı. Amma ilk növbədə baxırıq. Ortaq məxrəcə gətiririk. Yəni ilk bizim fikrimiz kəsirləri ortaq məxrəcə gətirməkdir. Deməli bayaqçı kimi ortaq məxrəcə gətirəndə nə görürük? Deməli biri 20-də 15, digəri isə 20-də 16-dır. Baxıram. Bu 20-də 15-dir, bu da 20-də 16-dır. 20-də 15, 20-də 16-dan azdır. Biz nə deyirdik? Azalan əgər çıxılandan azdırsa, onu da tam hissədən bir dənə götürüb kəsir hissəyə verirdik. Burada da yerdə 1 qalırdı. Çünki 2-dən 1 çıxanda yerdə 1 qalır. Bu olduğu kimi yazdık. Burada da tam hissə zaten tərpənmədiyi üçün, yəni dəyişmədiyimiz üçün 1 olaraq qalır. Buranı sileyim. Aha, 1 olaraq qalır. Nə edirik? Başlayırıq yazmağa. Götürürük. Bura 1 tam verdiyimiz üçün 1 tam əlavə edirəm. Və buraya 1 tam əlavə etdiyimiz sonra çevirirəm. Yəni 1-i düzgün olmayan kəsrə çevirdikdə 1-i 20-yə vurur, üstünə 15 gəlirdik. Bu da eləyirdi 20, 15, 35. Yazaq. 35. Deməli 20-də 35. Niyə görə yazdığımı deyim. Biz qarışıq kəsiri düzgün olmayan kəsrə çevirdik. Tam hissəni məxrəcə vurub üzərinə sürət əlavə etdik. Onun üçün sürətdə 35 aldı, məxrəcdə isə 20. Və 20-də 35-dən 20-də 16-nı çıxanda yerdə qalır 20-də 19. 20-də 19 qaldı. İndi 20-də 19 almışam. Sadə, burada 1 var. Buradan da 1 tam var. 1 tamdan 1 tam çıxanda 0 alır deyə. Bura boşluqdur, 0. Boşluq heç nə yazmıram. Kəsir hissə nədir? 20 tam 19. Bu qədər. Əgər burada indi belə deyim, 2 olmayıb, 3 olsaydı, bax, burada 3 tam olsaydı, 3-dən 1 çıxdığım üçün yerdə nə qalırdı? 2. 2-dən 2 tam qaldığı üçün 2 tamdan 1 tam çıxıram. Eləyir 1 tam. 1 tam 20-də 19 olasıydı. Bu da belə. Deməli, bu gün nələr öyrəndik? Qarışıq ədədlərin toplanması, çıxılması, sonra onların eyni məxrəci eyni olanların yeni tam yaradanı, məxrəci müxtəlif olanların yeni tam yaradanı. Deməli, məxrəci eyni olanda nə edirdik? Məxrəclər sabit qalırdı. Tam hissələr 1 toplanırdı, kəsir hissələr 1 toplanırdı, yazılırdı. Məxrəci müxtəlif olanda da yenə tam hissələr 1 toplanırdı, kəsir hissələr 1. Sadəcə bir fərq var idi ki, kəsir hissələri ortaq məxrəcə gətirib normalda məxrəci müxtəlif olan kəsirlərin toplanması kimi yazırdıq. Bu da bu qədər. Əgər kəsir hissə toplananda 1 tam alınırdısa, tam yaradan, əgər kəsir hissələr bir-birindən çıxanda yeni tam lazım gəlirdisə, onda tam ayıran deyirdik. Bu da bu qədər. Əgər başa düşmədiyiniz və yaxud da sizi maraqlandıran suallar varsa, yorum hissəsinə qeyd edə bilərsiniz.